Bugün sizin Azərbaycan Konstitusiyasının deməli 6-cı fəslinə, yəni icra hakimiyyətinə baxırıq. Salam. Bəli, çox vacib bir fəsildir. Mənbəmiz elə Konstitusiyanın özüdür. Məqsədimiz də anlamaqdır ki, bu fəsil icra hakimiyyətini, xüsusən prezidentin rolunu necə müəyyən edir? Yəni, dövlətin idarə etmə mexanizminin əsasları necə qurulub, ona baxacağıq. Gəlin başlayaq. Ən başda maddə 99. Çox aydın deyir, Azərbaycanda icra hakimiyyəti prezidentə mənsubdur. Bu yəqin ki, hər şeyin mərkəzidir, elə deyilmi? Tamamilə doğrudur. Bütün, belə deyək, icra qolunun arxitekturası bunun üzərində qurulur. Yəni, son nəticədə bütün icra səlahiyyətləri prezidentindir. Bu, təməl prinsipdir. Yaxşı, bəs bu qədər mərkəzi bir vəzifəyə kimlər namizəd ola bilər? Maddə 100-də şərtlər var. Bəli, bir neçə vacib şərt sadalanır. Azərbaycan vətəndaşı olmalı, ölkədə 10 ildən çox daimi yaşamalı, seçki hüququ olmalı. Ağır cinayətə görə məhkumluğu olmamalıdır, düzdür? Həmçinin ali təhsilli olmalı, ikili vətəndaşlığı olmamalıdır. Bir də maraqlı bir bənd var, başqa dövlətlər qarşısında öhdəliyi olmamaq. Bu nə anlama gəlir? O ifadə doğrudan da maraqlıdır. Konstitusiya məhkəməsi bunu şərh edib. Yəni, əsas məsələ odur ki, namizədin elə bir əlaqəsi olmasın ki, xarici dövlətdən asılı vəziyyətə düşsün. Məsələn? Məsələn, başqa ölkədə uzun müddətli yaşamaqla bağlı qeydiyyat ya da vergi öhdəlikləri, bəlkə də müəyyən müddət ölkəni tərk etməmək kimi bir məhdudiyyət. Yəni, məqsəd odur ki, prezident yalnız Azərbaycana bağlı olsun. Aydındır. Bir də yaş məsələsi var idi deyəsən. Bəli, əvvəllər 35 yaş tələbi var idi, amma 2016-cı ildə o tələb aradan qaldırıldı. Bu da diqqətə layiq dəyişiklikdir. Maraqlıdır. Bəs seçki prosesi necədir? Maddə 101 deyir ki, ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst şəxsi və gizli səs vermə yolu ilə. Və müddət 7 ildir, bu da 2016-da dəyişib, əvvəl 5 il idi. Bəli. 5 ildən 7-nin artırıldı. Həm də prezident onu da qeyd edək ki, növbədən kənar seçkilərdə elan edə bilir. Qalib gəlmək üçün nə qədər səs lazımdır? Səs vermədə iştirak edənlərin yarısından çoxunun səsini toplamalısan, yəni 50% plus bir səs. Bəs birinci turda heç kim bu səsi yığmasa? Onda ikinci bazar günü ikinci tur keçirilir. İkinci turda da yalnız ən çox səs almış 2 namizəd iştirak edir. Və kim çox səs alsa, o da qalib gəlir. Müharibə şəraitində necə olur? O vacib məqamdır. Əgər müharibə şəraitində seçki keçirmək mümkün deyilsə, prezidentin səlahiyyət müddəti uzadılır. Nə vaxta qədər? Hərbi əməliyyatlar bitənə qədər. Amma bu qərarı Konstitusiya məhkəməsi verməlidir. Özü də müvafiq dövlət orqanının müraciəti əsasında. Bir də neçə dəfə seçilmək olar? Orada da dəyişiklik olmuşdu deyəsən. Bəli, 2009-cu ildə əvvəl 2 dəfədən artıq seçilmək olmazdı. Amma o məhdudiyyət aradan qaldırıldı. Bu da çox fundamental bir dəyişiklik idi. Seçkilər bitdi, qalib bəllidir. Sonrakı addımlar nələrdir? Deməli, səsvermədən sonra 14 gün ərzində Konstitusiya məhkəməsi yekunları rəsmən elan edir. Bu, maddə 102-dir. Sonra, elandan sonraki 3 gün içində seçilmiş şəxs and içir. Özü də Konstitusiya məhkəməsi hakimlərinin iştirakı ilə. Bu da maddə 103. Andın mətni də yəqin standartdır. Bəli, Konstitusiyada mətni var. Əsasən Konstitusiyaya əməl etmək, dövlətin müstəqilliyini, ərazi bütövlüyünü qorumaq və xalqa ləyaqətlə xidmət etmək barədə and içilir və and içdiyi gündən də səlahiyyətlər başlayır. 2016-cı ildə yeni vəzifələr də əlavə olundu Konstitusiyaya. Birinci vitse-prezident və vitse-prezidentlər, onların rolu nədir? Maddə 103.1 idi deyəsən. Düzdür, 103. Bu vəzifələr prezident tərəfindən təyin olunur və elə prezident tərəfindən də vəzifədən azad edilir. Onlara qoyulan tələblər necədir? Prezidentə qoyulan bəzi tələblərlə oxşardır. Azərbaycan vətəndaşı olmalı, seçkilərdə iştirak hüququ olmalı, ali təhsilli olmalı və başqa dövlət qarşısında öhdəliyi olmamalıdır. Yəni, əsasən bu, prezidentə kömək edən, onu dəstəkləyən bir struktur elementidir. İcranın şaquli strukturunu gücləndirir yəqin ki? Bəli, belə demək olar. Prezidentə dəstək mexanizmidir. Bəs prezident öz vəzifəsini icra edə bilməyəndə nə olur? Maddə 104 deyir ki, vaxtından əvvəl gedə bilər. Hansı hallarda? 3 hal var. İstefa verdikdə, səhhətinə görə səlahiyyətlərini tamamilə itirdikdə, bir və impeachment qaydasında vəzifədən kənarlaşdırıldıqda. İstefa necə olur? Ərizə verir? Bəli.
İstefa ərizəsini Konstitusiya Məhkəməsinə təqdim edir. Məhkəmə də baxır ki, həqiqətən prezident özü verib, onda istefanı qəbul edir. Nisbətən sadə prosedurdur. Bəs səhhət məsələsi? O yəqin daha mürəkkəbdir. O biraz fərqlidir. Milli Məclis müraciət edir Konstitusiya Məhkəməsinə ki, bu faktı araşdırsın. Yəni, prezident səhhətinə görə işləyə bilir, ya yox. Məhkəmə necə qərar verir? Hakimlərin ən azı 6 səsi ilə qərar qəbul olunmalıdır. Bu, yüksək bir səs çoxluğudur. Əgər məhkəmə deyir ki, yox, prezident səlahiyyətlərini icra edə bilər, onda məsələ bağlanır. Aydındır. Yaxşı, tutaq ki, prezident vaxtından əvvəl getdi. Kim onu əvəz edir və yeni seçkilər nə vaxt olmalıdır? Maddə 105-ə baxaq, deyəsən burada da 2016-da böyük dəyişikliklər olub. Bəli, çox əhəmiyyətli dəyişikliklərdir. Əvvəla, yeni seçkilər 60 gün ərzində keçirilməlidir. Əvvəl bu müddət 3 ay idi, indi qısalıb. Bəs o 60 gündə prezidentin yerini kim tutur? Bax, varislik ardıcıllığı 2016-da tamamilə yenidən qurulub. Çox dəqiq bir siyahı var. Birinci növbədə birinci vitse-prezident. Əvvəllər baş nazir idi, indi birinci vitse-prezidentdir. Bu, çox vacib dəyişiklikdir. Yaxşı, əgər birinci vitse-prezident də icra edə bilmirsə, məsələn, o da istefa verib və ya səhhət imkan vermir? Onda prezidentin özünün əvvəlcədən müəyyən etdiyi ardıcıllıqla digər vitse-prezidentlərdən biri birinci vitse-prezident statusu alır və səlahiyyətləri icra edir. Bu da mümkün olmasa? Onda baş nazir. Baş nazir də bacarmasa? Milli Məclisin sədri. O da mümkün olmasa? Ən son variant nədir? Ən sonda, əgər Milli Məclisin sədri də icra edə bilmirsə, onda Milli Məclis özü qərar qəbul edir ki, prezidentin səlahiyyətlərini başqa bir vəzifəli şəxs icra etsin. Həqiqətən çox pilləli bir sistemdir. Hakimiyyətdə boşluq qalmasın deyə. Bəli, məqsəd fasiləsizliyi təmin etməkdir. Toxunulmazlıq məsələsi də var. Prezident toxunulmazdı, maddə 106 və 2016-dan sonra vitse-prezidentlərdə, maddə 106.1. Praktikada bu nə deməkdir? Bu o deməkdir ki, səlahiyyət müddətində əgər cinayət başında yaxalanmayıblarsa, onları nə tutmaq olar, nə cinayət məsuliyyətinə cəlb etmək, nə məhkəmə qaydasında inzibati cəza vermək, nə də axtarış aparmaq. Bəs cinayət başında yaxalanarsa? Onda onu tutan orqan dərhal baş prokurora məlumat verməlidir. Toxunulmazlığın ləğvi isə, məsələn, vitse-prezidentlər üçün yalnız baş prokurorun təqdimatı ilə prezident tərəfindən mümkündür. Bu da yəqin ki, onların sərbəst işləməsi üçün bir təminatdır. Bəli, hüquqi bir qalxandır, belə deyək, siyasi təzyiqlərdən qorunmaq üçün. İndi gələk impichmentə, yəni prezidentin vəzifədən kənarlaşdırılmasına, maddə 107. Bu necə baş verir, mənə çox mürəkkəb gəlir. Həqiqətən də çox mürəkkəbdir. Görünür ki, yalnız çox müstəsna hallar üçün nəzərdə tutulub. Proses, deməli, Konstitusiya Məhkəməsinin təşəbbüsü ilə başlayır. Sonra? Sonra Ali Məhkəmə 30 günə rəy verməlidir. Yəni, 2 Ali Məhkəmə işin içindədir başlanğıcda. Ondan sonra məsələ Milli Məclisə gedir. Milli Məclisdə necə qərar qəbul olunur? Ən azı 95 deputatın səsi lazımdır. Bu, Konstitusiya çoxluğudur, yəni çox yüksək həddir. Tutaq ki, 95 səs oldu, qərar qəbul edildi? Hələ yox. Qərarı Konstitusiya Məhkəməsinin sədri imzalamalıdır, özü də bir həftə ərzində. Əgər imzalamasa, qərar qüvvəyə minmir. Çox qəribədir. Bütün bu proses nə qədər vaxt apara bilər? Bütün proses üçün cəmi 2 ay vaxt var. Konstitusiya Məhkəməsi Milli Məclisə müraciət etdiyi gündən hesablanır. Əgər 2 aya yekunlaşmasa, ittiham rədd edilmiş sayılır. Deməli, impeachment faktiki olaraq çox çətindir. Bəli, mexanizm çox mürəkkəbdir və dövlət başçısının sabitliyini qorumağa yönəlikdir. Prezidentin və indi də birinci vitse-prezidentin təminatı məsələsi də var. Maddə 108 və 181, ailələri ilə birlikdə dövlət hesabına təminat, xüsusi mühafizə. Bəli, bu vəzifənin statusu ilə bağlıdır. Bir də 2009-da əlavə olunmuş bir şey var. Keçmiş prezidentlərin təminatı ayrıca Konstitusiya qanunu ilə müəyyən edilir. İndi gəldik ən böyük hissəyə. Prezidentin səlahiyyətləri, maddə 109. Tam 32 bənd. Hamısını bir-bir deməyəcəyik yəqin ki. Amma əsas istiqamətlər hansılardır? Əlbəttə, qruplaşdıra bilərik. Çox genişdir, amma əsasən belə bölmək olar. Birincisi, təyinatlar. Bu, ən böyük qrupdur. Kimləri təyin edir? Demək olar hər kəsi.
baş nazirini Milli Məclisin razılığı ilə, Nazirlər Kabinetinin qalan üzvlərini, mərkəzi və yerli icra başçılarını, Konstitusiya Ali Apellyasiya Məhkəməsi hakimlərini Milli Məclisə təqdimatla, digər hakimləri birbaşa Baş Prokuroru Milli Məclisin razılığı ilə, Mərkəzi Bank sədrini, idarə heyəti üzvlərini təqdimatla, Silahlı Qüvvələrin Ali Komandanlığını. Yəni, əsas postlar hamısı prezidentin səlahiyyətindədir. İkinci qrup nədir? Qanunvericilik və normativ fəaliyyət. Seçkiləri təyin edir, büdcəni, dövlət proqramlarını Milli Məclisə təqdim edir. Ən əsası qanunları imzalayır ya da veto qoyur. Fərmanlar, sərəncamlar da verir yəqin. Bəli, fərman, sərəncam, əfv fərmanları. Üçüncü qrup xarici siyasət və təhlükəsizlikdir. Müqavilələr bağlamaq, səfirləri təyin etmək kimi? Beynəlxalq müqavilələr bağlayır, amma bu hüququ başqasına da həvalə edə bilər. Məsələn, vitse-prezidentə və ya nazirlərə. Bu da 110-cu maddəsidir, 2016-da əlavə olunub. Diplomatları təyin edir, təhlükəsizlik şurasını yaradır, səfərbərlik elan edir, fövqəladə və hərbi vəziyyət elan edir, amma burada Milli Məclisin təsdiqi lazımdır. Müharibə elan edir, sülh bağlayır, burada da Milli Məclisin razılığı şərtdir. Dördüncü qrupda var. Digər icra səlahiyyətləri deyə bilərik. Vətəndaşlıq məsələləri, siyasi sığınacaq vermək və ən sonda Konstitusiyanın birbaşa Milli Məclisə və ya məhkəmələrə aid etmədiyi bütün digər icra məsələlərini həll edir. Bu, həqiqətən də demək olar ki, bütün icra qollarının prezidentdə cəmləşdiyini göstərir. Amma bəzi yerlərdə Milli Məclisin razılığı və ya təsdiqi tələb olunur dediniz. Bu bir növ nəzarət mexanizmidir. Bəli, müəyyən mənada. Məsələn, baş nazir, baş prokuror təyinatları, müharibə elanı kimi məsələlərdə razılıq ya da fövqəladə və hərbi vəziyyət fərmanlarının təsdiqi. Bunlar parlament nəzarətinin elementləridir. Həmçinin prezidentin qanunlara veto qoyma hüququ, maddə 110 var. Amma Milli Məclisdə o vetonu aşmaq imkanına malikdir. Təbii ki, Konstitusiya qanunları istisnadır. Veto məsələsinə bir də qayıdaq. Adi qanunlarda Milli Məclis vetonu necə aşa bilər? Daha yüksək səs çoxluğu ilə. Məsələn, 83 səs tələb edən qanun üçün 95 səs, 63 səs tələb edən qanun üçün 83 səs lazımdır. Bəs Konstitusiya qanunlarında? Orada vəziyyət fərqlidir. Əgər prezident Konstitusiya qanununu imzalamırsa, o qüvvəyə minmir. Yəni, Konstitusiya qanunlarını veto mütləqdir. Bu çox vacib bir fərqdir. Yəni, Konstitusiyaya dəyişikliklərdə son söz prezidentindir. Dəqiq elədir. Fövqəladə və hərbi vəziyyət, maddə 111 və 112. Hansı hallarda elan edilir bunlar? Hərbi vəziyyət daha çox xarici təhdidlərlə bağlıdır. Ərazinin işğalı, müharibə elanı, real hücum təhlükəsi, blokada və s. Fövqəladə vəziyyət isə daha çox daxili problemlərlə, təbii fəlakət, epidemiya, böyük qəza, qiyam cəhdi, kütləvi ixtişaşlar. Əsas təminatı nədir burada? Əsas təminatı odur ki, prezident bu haqda fərman versə də, 24 saat ərzində o fərman Milli Məclisin təsdiqinə verilməlidir. Yəni, təcili qərar verilir, amma parlament nəzarəti də var. Prezidentin aktları da var, fərman və sərəncam, maddə 113. Fərqi nədir? Ümumi qaydalar müəyyən edəndə fərman verir, digər daha konkret məsələlərdə isə sərəncam. Dərc olunduğu gündən də başqa qayda yoxdursa, qüvvəyə minir. Gəlin indi Nazirlər Kabinetinə keçək. Maddə 114-124. Konstitusiya deyir ki, bu prezidentin yuxarı icra orqanıdır və prezidentə tabedir, onun qarşısında cavabdehdir. Bəli, yəni Nazirlər Kabinetinin əsas funksiyası prezidentin icra səlahiyyətlərinin həyata keçirilməsini təşkil etməkdir. Prezidentə tabedir və ona hesabat verir. Tərkibində kimlər olur? Baş nazir, onun müavinləri, nazirlər və digər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri. Maddə 115. Maraqlıdır ki, yeni prezident seçiləndə Nazirlər Kabineti istefa verir. Maddə 116. Bu avtomatik baş verir. Yeni prezidentə öz komandasını, hökumətini qurmaq imkanı verir. İclaslara da adətən baş nazir sədrlik edir. Maddə 117. Baş nazirin təyin olunması prosesi də qəribədir. Maddə 118. Prezident namizədi təqdim edir Milli Məclisə. Milli Məclis 3 dəfə razılıq verməsə nə olur? Onda prezident həmin şəxsi baş nazir təyin edə bilir, amma Milli Məclisin razılığı olmadan. Bu nə üçündür? Yəni, parlamentlə prezident arasında bir problem yaranarsa? Bəli, yəni hökumətin formalaşması prosesi dalana dirənməsin deyə.
Milli Məclisə 3 dəfə şans verilir. Amma son söz prezidentdə qalır ki, icra hakimiyyəti fəaliyyətini davam etdirə bilsin. Bəs Nazirlər Kabinetinin özünün səlahiyyətləri hansılardır? Maddə 119. Nə iş görürlər? Əsasən icraçı və təşkilatçıdırlar. Büdcə layihəsini hazırlayıb prezidentə verirlər, sonra büdcənin icrasını təmin edirlər. Maliyyə, kredit, pul siyasəti, iqtisadi, sosial proqramların həyata keçirilməsini təmin edirlər. Nazirliklərə də rəhbərlik edirlər. Bəli, nazirliklərə və digər mərkəzi icra orqanlarını rəhbərlik edirlər. Onların verdiyi aktları lazım gələndə ləğv edə bilirlər və prezidentin onlara tapşırdığı digər işləri görürlər. Onlar da qərarlar və sərəncamlar qəbul edirlər. Maddə 120. Nazirlər Kabinetinin üzvlərinə tələblər də 2016-da yenilənib. Maddə 121. Yenə eyni şeylər. Azərbaycan vətəndaşı, seçki hüququ, ali təhsil, başqa dövlət qarşısında öhdəliyin olmaması. Yaş hədləri burada da ləğv edilib. Düzdür. Onlara məhdudiyyətlər də var. Maddə 122. Başqa işdə işləyə bilməzlər, bizneslə məşğul ola bilməzlər. Elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla. Bəli. Bir də baş nazirin də toxunulmazlığı var. Maddə 123. Bu da vitse-prezidentinki kimidir. Yəni, cinayət başında yaxalanma istisna olmaqla məsuliyyətə cəlb edilə bilməz. Bəli, eyni qaydalar. Və toxunulmazlığa da yalnız baş prokurorun təqdimatı ilə prezident xitam verə bilər. Məqsəd yenə də odur ki, yüksək vəzifəli şəxslər işlərinə fokuslansınlar, müstəqil olsunlar. Və nəhayət bu fəslin son maddəsi maddə 124 yerli icra hakimiyyətləri haqqındadır. Onların başçılarını kim təyin edir? Bu da prezident təyin edir və vəzifədən azad edir, səlahiyyətlərini də yenə prezident müəyyənləşdirir. Bu da göstərir ki, icra hakimiyyətinin mərkəzdən yerlərə qədər şaquli strukturu necə qurulub? Tamamilə. Bu maddə o şaquli idarə etmənin yerli səviyyədə də davam etdiyini və mərkəzi hakimiyyətin, yəni prezidentin, yerli idarə etməyə birbaşa təsirini təsbit edir. Beləliklə, bütün bu 6-cı fəsli nəzərdən keçirdik. Ümumi mənzərə necədir? Güclü, mərkəzləşmiş bir icra hakimiyyəti, eləmi? Şübhəsiz, Konstitusiyanın bu fəsli çox aydın şəkildə güclü prezident idarə etmə modelini qurur. Prezidentin əlində çox böyük səlahiyyətlər var. Təyinatlar, qanunvericilik təşəbbüsü, xarici siyasət, təhlükəsizlik, büdcəyə nəzarət. Üstəlik 2009 və 2016-cı illərdəki dəyişikliklər, vitse-prezidentliyin yaradılması, səlahiyyət müddətinin uzadılması, təkrar seçilmə limitinin götürülməsi, bunlar hamısı bu mərkəzləşməni daha da gücləndirib. Amma nəzarət mexanizmləri də var dedik. Milli Məclisin bəzi təyinatlara razılığı, fövqəladə vəziyyətə təsdiqi, impeachment. Bəli, nəzəri olaraq bu mexanizmlər var. Milli Məclisin razılığı, Konstitusiya Məhkəməsinin nəzarəti, hətta o çox mürəkkəb impeachment proseduru. Bunlar kağız üzərində nəzarət və tarazlıq elementləri kimi mövcuddur. Amma ümumi səlahiyyət balansı çox aydın şəkildə prezidentin xeyrinədir. Aydındır. Gördüyümüz kimi, Konstitusiya icra hakimiyyətinin necə işlədiyini çox detallı şəkildə müəyyən edir. Bütün bunları nəzərə alaraq, siz dinləyicilər üçün bir sualımız var. Effektiv idarə etmə, yəni qərarların tez qəbulu və icrası ilə demokratik nəzarət, yəni hakimiyyətin məhdudlaşdırılması və hesabatlılığı arasında ideal balans sizcə haradadır? Və bu Konstitusiya çərçivəsi bu balansı necə qurur ya qurmur? Bu barədə düşünməyə dəyər. Maraqlı sualdır həqiqətən. Azərbaycan Konstitusiyasının bu vacib fəslini bizimlə birlikdə araşdırdığınız üçün təşəkkür edirik. Təşəkkürlər.